Ramazan ayının münacatlarına baxın, Ramazan ayının dualarına baxın, Əbu Həmzə Somali duasına, iftitah duasına baxın, başqa dualara baxın. Dualarınıza baxın, Allahla yaşamaq nə deməkdir o dualardan, duaların halından bilinəcək. Allahla yaşamağın mənası nədir? Allahla bir yerdə yaşamaq. Allaha etimad eləyib yaşamaq. Allaha söykənib yaşamaq. Bizim günahlarımızın çoxu Allaha etimad eləməməyimizə görədir. Biz haram qazanırıq çünki Allaha etimad eləmirik. Sabahımızdan nigaran qalırıq, baxmırıq halaldır, haramdır, üstünə hücum eləyib götürürük onu. Biz nigaran yaşayırıq, kasıb olmaqdan qorxuruq çünki Allaha etimadımız yoxdur. Allaha inanmırıq, etimad eləmirik. İnanmırıq ki, səni qoruyan var, səninlə məşğul olan var, səni sevən var. Nə qədər bunu Allah Quranda deyir. Əleyhissalam buyurur ki, Ən-nas niyamun, insanlar yuxudadır. İzamatu intebihu, öləndən sonra ayılacaqlar. Ölüm belədir ki, elə bir şirin yuxudan ayılır birdən. Yuxudan ayılan kimidir. Biz yuxudan ayılan kimi nəyi başa düşəcəyik? Biz nəyə başa düşəcəyik? Bir Allah var imiş sən demə, bir mən. Sən demə, o ancaq mənlə məşğul imiş. Tək Allah, tək mən. Elə bir ki, məndən başqa bəndə yaratmayıbmış. Qalan hər şey səsküymiş. Mən ki, deyirəm, dostum, tanışım filan, sən demə, bu tamaşaymış, qurulubmuş. Tamaşa. Sən demə, bunlar şərti məsələlər imiş. Sən demə, bir o var, bir mən. Qalan şəms ssenaridir. Qalan adamlar ssenarinin tərkib hissəsidir. Sən demə, hər şey mən. Bax, bunu başa düşəcək insan. O ki, deyirik, qəbrə qoyacaqlar, gedəcəklər, hamısı cəmaat. Qəbrə qoyub gedəndən sonra nida gələcək qəbrdə ki, mənim bəndən görürsən, getdilər, kim qaldı, bilsən, bilmən. Orada insan biz nəyə başa düşəcək? Başa düşəcək ki, əvvəldən heç kəs yox idi. Mən elə bilirdim, yanımdadılar. Elə, onlar zatən belə idi. O mənada yox ki, hamı vəfasızdır, pisdir, yox. Zatən əllərindən heç kəsin heç gəlmir. Allah deyər, görürdün, sən bunlara görə mənə günah edirdin, indi ikimiz qalmışıq. Heç kəs, hamısı qoydu səni, getdi qəbirdə. Vacib deyil, qoyub getsinlər, hal-hazırda qoyub gediblər. Əllərindən bir şey gəlmir, hər şey tamaşadır, şərti məsələdir. Sən inanmısan ki, o qüdrətdir, bu qüdrətlidir. Bunlar hamısı şərti məsələlərdir. Ona görə deyir, mətu qəblə ən təmutu, mutu qəblə ən təmutu. Ölməmişdən öncə ölün. Nə deməkdir bu sözün mənası? Ölməmişdən ölün nədir? Ölüm nədir? Ölüm bağları qırır da, hər şeydən qırılırsan. Deyir, ölməmişdən qabaq qopun hər şeydən və yaşayın insanlar üçün. Hər şeydən qopun. Ölüm sənin üzərində nə iş görəcək? Ölüm səni qopardacaq da siz hər şeydən. İndidən qopun, bu biyoloji ölüm gələnə qədər dünyadaykən qopun hər şeydən, ayrılın hər şeydən. Qiyamətdə biz sizinlə başa düşəcək, baxacaqlar, yanacaq Allahla üzbəüz. Həyatın bütün xırda epizodları, fikirlərin, hər şey xırdalığınacan sənlə Allah arasında söhbəti gedəcək. Hamı buradan oturan desin ki, mən əsərin qəhrəmanıyam, mən. Burada Allah bizə baxır deməyin, deyim, mənə baxır bu saat. Hər jestim, hər düşüncəm qeyd olunur. Mənlə məşğuldur Allah. Və Allah elə ona görə Allahdır ki, hamı ilə tək-tək məşğul olur. Elə ona gördülər Allah. Bunu başa düşəcək ki, bir Allah var imiş, bir mən. Mənə nisbətdə qalan şeylər hamısı şərti, etibar, belə deyək də, sınaq vasitələri imiş, imtihan vasitələri imiş. Bir daha deyirəm, elə bir söz ki, burada oturmuşsunuz, bir dənə kamera tuşlanıb sizə, və indi fikirləşdirirsiniz, ancaq sizə tuşlanıb. Sən demə, o məclisi təşkil edir, sənin üçün, səni bütün analiz edəcəklər, hə? Belə, necə oturarsınız burada? Bax, elə olacaq. Qiyamətdə görəcəksiniz ki, bu kamera elə mənə tuşlanırmış. Ancaq mən diqqət mərkəzindəyəmiş. Hamı belə düşünəcək. Hamı deyəcək ki, məndən başqa sən demək Allahın yaratdığı elə bil yox imiş. Bir dənə ah çəkirsən, ah, kaş mən də belə adam olardım, qeyd olunur o. O ah hədər olmur. O ahın təsiri olur. Bir Allah var imiş sən demə, bir mən. Sən demə, o ancaq mənlə məşğul imiş. Tək Allah, tək mən. Elə bir ki, məndən başqa bəndə yaratmayıbmış. Qalan hər şey səsküyüymüş.